Dostlar, hamıya salam. Sizinlə bugünlər Nanola SMR'di və biz nəhayət 10.000 olduq. Mən belə keksi götürdüm. Gəlin yandıraq və hamımız bir dənə arzu tutaq. İstəyirəm belə. Getdik. Qızlarım, oğlanlarım, bir dənə arzu tutaq. Getdik. 1, 2, 3. Əminəm ki, hamımızın arzusu gerçəkləşəcək və bu keksimizi axırda dəqiq yeyəcəyik. Bu günləri bizdə nə olacaq? Doğamız, qutablarımız, meyvələrimiz, bu şaftalını çox sevirəm. Qatığımız, sumağımız, xiyarımız. Əzizlərim, çox sağ olun ki, varsınız. Yəni sizsiz mən olmazdım. Çox sağ olun böyük dəstəyə görə. Yəni var olun həqiqətən. Çox sağ olun ki, varsınız. Yəni mən şokdayam ki, bu boyda az müddətə, çox az müddətə biz 10.000 olduq. Və 50% mənim nəyimsə olsa belə, yəni çəkilişlərim, 50% də sizindir. Bu günləri ürəyim o qədər qutab istədi. Dedim qutab yiyək. Oy. Bu günləri bir neçə tema haqqında danışmaq istirdim. Bunlardan biri də suyun olmamağıdır. Səbəb nədir, siz bilmirsiniz. Yasamalda, Nizamidə, Suraxanıda. Üç gündür ki, su yoxdur. Dəhşət əziyyət çəkirik. Saat 5'də, 3'də, 2'də verirlər suyu. Durub duş qəbul eləmək məcburiyyətində qalırıq. Çünki mən duş qəbul eləməsəm, yəni mən qalanmıram. Burnum qatı oldum. Haralarda su yoxdur. Mən yazında çox xahiş edirəm. Deyirlər birinci gündən düzəlməlidir. Bu dəhşətli həqiqətən. Baxaq nə olur. Bir də bir tema haqqında danışmaq istirdim. Hanım bir sual verib. Ucu nə qədər dedik ki, cavab ver. Suallar da çoxdur, hamı da deyir, ona görə biraz çətin olur. Telefonu götürmədim. Getdin telefonu götürməyə. Yazıb salam. Həmidli Nigar, salam. İlk qazandığınız uğur nə olub və gələcəkdə hansı hədəflərə çatmaq istəyirsiniz? Bu sualıma bir videoda cavablasaz çox sevinərəm. Nigar, çox sağ ol. Suala görə ilk qazandığınız uğur nə olub? İlk qazandığım uğur olub ki, universitetə qəbul olmuşam. Mənim üçün bu böyük bir uğur idi. Nəyə görə deyirəm? Çünki yəni elələri var idi ki, mənim sinifimdən kəsilmişdilər. Ona görə yəni bu mənim üçün böyük bir uğur idi. Suallar da çətin idi həmən il. Mən 2015-ci ildə
qəbul olan 2019-cu ildə bitirənəm. Özüm dirəşərək yaxşı yerdə iş tapmışam. Və üstəlik də, yəni yaxşı iş tapmaq bir dərddir. Üstəlik də orada işləyib yaxşı yer götürmək, yəni bir dərddir də. Və nəhayət TikTok, Instagram, YouTube mən özüm üçün uğur sayıram. Çünki bəzi elə insanlara baxıram ki, biz məsəl üçün 2 ay yarım ərzində $10.000 olmuşuq. Çoxları 10.000 heç biri ilə ola bilmir. Bağışlar 200 olur, 100 olur, 1000 yox, 200, 100. Siz mənim uğurumsunuz, həqiqətən. Sizin sevginizi qazanmaq mənim üçün böyük uğurdur. Və gələcəkdə, yəni ümumiyyətlə planlarım nədir? Hansı hədəflərinə çatmaq istəyirsən? Mən ümumiyyətlə demişdim bu haqda, mənim ümumiyyətlə bir dənə hədəfim var. Şükür belə hər şeyim var da, yəni valideynlərim verib. Amma bir dənə özüm üçün bir şey istəyirəm. Onu eləsəm, bilmirəm, 2 ilə, 3 ilə mən dəqiq sizinlə bölüşəcəm. Sadəcə məndə belə bir şeydir ki, mənə öncədən demək düşmür. Ona görə. Bir də ki, hədəf deyəndə dəhşət harasa getmək yenə istəyirəm. Harca. Burası bəzi məsələlərə görə çox qorxuludur da indi. Bilən bilir. Mama da mənə qoymur ki, arası gedək. Özü gedmək istəmir, qorxur. Dəhşət çox səyahət eləmək istəyirəm. İndi belə hər şey yaxşı olsaydı, dəqiq sizdən harada idisə vlog çəkəcəkdim, amma hələ vəziyyət belə. Nailiyyətlərimlə dəqiq, hədəflərimlə dəqiq sizlə bölüşəcəm. Bu 100%. Rəylərdə yaza bilərsiniz bu nədir? Maşın deyil. Çünki mən maşın istəsəydim, maşın olsaydı dəqiq sürərdim indi 100%. Mənim pravam var. Amma ki, məndə qorxu yaranıb. Mənim üstümə elə bir getmişdim öyrənməyə. Üstümə bir dənə maşın gəldi. Bundan sonra məndə konkret qorxu yarandı. Bilmirəm, bəlkə nə vaxtsa sürərəm. Amma indi dəqiq yox. O qorxu məndə hələ də getməyib. Elə bir də acığa da ancaq qaza videoları çıxır mənim qarşıma. İndi yəqin ki bilirsiniz də
ad çəkməyəcəm. Bir dənə qaza oldu TikTokda çox. Yəni yayılıb. Çox qorxuludur. Mən çəkinirəm belə şeylərdən. Ona görə hələ ki yəni bu məsələdə dayandırmışam özümü. Hədəfimə nail olum. O birisi. Sonra fikirləşərik. Meyvələr çox indi dadlıdır. Elə bil ki tam yay olanda tam istilər. Bu qədər yəni qəşəng olmur. Yəni belə. İnanıram ki Nigarın sualına tam olaraq cavab verdim. Və tam olaraq razı qaldı. Başımdan çıx bəsələşəm. Hələ birinci gün ya ikinci gün bir qız var toxuyur. O da mənə sumka toxuyub. Çanta. Hədiyyə vermək istəyir mənə. Mən də dedim ki, yəni göndərə bilərsən də ünvana göndər. Amma mən dedim ki, görmək istəyirəm səni. Dedim yaxşı. Özüm gələrəm ünvanıva. Özüm gələcəm. Gedib görüşərəm takipçimi. Alınsa həmən gün vlog çəkəcəm. Dəqiq sizin üçün. Ən azından xanımı göstərməsəm belə, yəni çantanı göstərəcəm, necə gedirik. Sonunda mama ilə işimiz olacaq onsuz da. Xanımla görüşəcəm və gedəcəm mama ilə işə. Mən deyim, sizi də aparım özümlə vlogda, yoxsa aparmayayım. Çünki bizim mini tortumuz çıxardaq bu gözəlliyi. Bunu yemişdi ya sizlə. Görmüşdünüz yəqin ki. Heç olmasa 1-2 qaşıq yeyək. Yeməsək birdən işte. Çox yumuşadım. Bunun qiyməti 1.70'dir, yəni 2 manat demək olar. Mama belə deyəm. İçi şokoladan alım. Yoxsa meyvə ilə. Dedim meyvə ilə, indi görürəm şokoladdır. Mama nə soruşurdum bax onda. Uşaqlar, bir daha sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz məndə varsınız. Mən sizdə varam. Var olun həqiqətən. Mən şokdayım ki, artıq 10.000, siz təsəvvür edirsiniz 10.000 adam nə qədərdir? Yəni, məndə TikTokda 50.000'dir. Biz 5 dəfə daha azsınız, amma mən əminəm ki, biz 10.000'i çox tez yığmışıq. İstəyirəm ki, 20.000, 30.000, 40.000, 50.000, 100.000 yığaq və 50.000 olaq. Hansı bir dəqiq sürpriz mən eləyəcəm. Yəni, ən azından planlayıram. Takipçilərimlə görüşmək istəyirəm nəhayət. Yəqin ki, bir yeri tutacağım. Və yaxud da yəni hansı bir hissəsini səhər yeməyini çağıracağım. Qəşəngcənə dincələcəyik 100%. 10 nəfər, 20 nəfər baxarıq, seçərik qızları. Gedəcəyik nyam-nyam eləməyə və söhbət eləməyə. Uşaqlar, çox sağ olun ki, bir daha siz varsınız. Öpürəm sizi. Köhnə videoya baxmamızsa bura basıb köhnə videoma baxa bilərsiniz. Və burada loqom olacaq. Logoya basıb takip ata bilərsiniz. Sabaha dək ya o bir günə dək əzizlərim.